Salam, hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. Qanunçuluq proqramının növbəti sayında hər birinizi xoş gördük. 1995-ci il noyabr ayının 12-sində 30 il bundan öncə müstəqil Azərbaycan Respublikasının ilk milli konstitusiyası qəbul olundu. Milli konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi kimi bəyan etdi. 30 ildir ki, milli konstitusiyamız milli dövlətçiliyimizin inkişafında xüsusi rol oynayıb. Və biz bugünkü verilişimizdə çalışacağıq ki, studiyamıza dəvət olunmuş qonaqlarla birlikdə 30 yaşlı milli konstitusiyamız Azərbaycan dövlətçiliyinin inkişafında və tərəqqisində konstitusiyamızın roluna nəzər salaq. Və mən bir məsələni də tamaşaçılarımızın diqqətinə çatdırmaq istərdim ki, 1978-ci il Sovet Azərbaycanın konstitusiyasının qəbul olunmasında da ulu öndərimiz Heydər Əliyev çox müstəsna bir rol oynamış və Azərbaycan dilinin dövlət dili kimi həmin əsas sənəddə təsbit olunmasına nail olmuşdur. Nurənə xanım, məlumdur ki, həyat inkişaf edir. Bütün qanunlar, o cümlədən qanunların təməlində dayanan konstitusiyalara da müəyyən zəruri əlavə və dəyişikliklər edilir. Lakin bütün bunlara baxmayaraq, bizim konstitusiyamızın təməl prinsipləri dəyişməzdir və əbədidir. Gəlin biz müxtəlif dövrlərdə əsas qanunumuzun formalaşması istiqamətində həyata keçirilən dəyişikliklərə sizinlə birlikdə nəzər salaq. Bu dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Qeyd olunduğu kimi 12 noyabr 1995-ci ildə bilavasitə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendum vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikasının konstitusiyası yalnız dövlətin idarəetmə formasını deyil, eyni zamanda çevik və işlək idarəetmə mexanizmini, xalqın milli prioritetlərini müəyyənləşdirən, xalqın və dövlətin suverenliyini ifadə edən unikal bir sənəddir. Və məlumdur ki, konstitusiyalar sabit sənəddir və bunlar uzun müddətli nəzərdə tutulmuşdur. Və dünyada, ölkədə və cəmiyyətdə baş verən hadisələr isə bəzən konstitusiyaya da əlavə və dəyişikliklərin edilməsini zəruri edir. Və əsas qanunumuz olan Azərbaycan Respublikasının konstitusiyası da həm ölkəmizdə, həm dünyada baş verən yeniliklər, yeni inkişaf, yeni tendensiyalar konstitusiyamıza əlavə və dəyişiklikləri labüd etmişdir. Belə ki, ötən dövr ərzində konstitusiyamıza 3 dəfə əlavə və dəyişikliklər edilmiş. Bu, ilk dəfə 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə baş vermişdir. İlk dəfə deməli referendumla edilən dəyişiklik 2002-ci il 24 avqustda baş tutmuşdur. Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gələrkən qarşıda qoyulan əsas məqsəd ölkədə sülhün, sabitliyin bərqərar olması, demokratik yolla inkişafı idi. Və 2002-ci ilə qədər qarşıya qoyulan məqsəd demək olar ki, tamamilə başa çatmış və artıq konstitusiyada müəyyən dəyişiklik və əlavələrin edilməsi zərurətə çevrilmişdir. Bununla belə konstitusiyamız referendumla əlavələr və dəyişikliklər edilmiş. Bunlara nəzər saldıqda isə görürük ki, əsasən dəyişikliklər və əlavələr insan hüquq və azadlıqlarının təmini və dövlətin idarəetmə forması ilə bağlı olmuşdur. İnsan hüquq və azadlıqlarının əsas prioritet kimi müəyyənləşdirildiyi konstitusiyamızda edilən əlavələrdən biri də insanların, vətəndaşların birbaşa olaraq Konstitusiya Məhkəməsinə müraciət etmə hüququnun yaranması idi. Belə ki, ilk dəfə olaraq Azərbaycanda hər kəs onun hüquq və azadlıqlarını pozan dövlət orqanlarının aktlarından Konstitusiya Məhkəməsinə birbaşa olaraq şikayət verə bilərlər. Bundan əlavə olaraq idarəetmə formasına uyğun olaraq edilən dəyişikliklərdən biri də seçki sistemləri ilə bağlı idi. Məlumdur ki, 2002-ci ilə qədər ölkəmizdə qarışıq seçki sistemindən istifadə olunurdu. Bu, həm majoritar, həm də proporsional seçki sistemlərindən istifadə olunması idi. Mövcud dəyişikliklə isə yalnız majoritar seçki sistemi müəyyənləşdirilmişdir ki, bu seçki sistemi də xalqın milli mentalitetinə, milli fikir və iradəsinə uyğun bir proses idi.
2002-ci ildə əlavələrdən biri də Azərbaycan Respublikasında prokurorluğun qanunvericilik təşəbbüsü hüququnun olması idi. 2009-cu ildə təxminən 10 illik sosial-iqtisadi islahatların nəticəsi olaraq Konstitusiyaya yeni əlavə və dəyişikliklərin edilməsi labid olmuşdur. Bu referendum nəticəsində ən əsas məsələ insan hüquq və azadlıqları sosial dövlətin yaranması ilə bağlı idi. Belə ki, bu əlavə və dəyişikliklərdə dövlətin əsas məqsədi və məramı sosial yöndə inkişaf etmək və insanların rifah halının yaxşılaşdırılması ilə bağlı olmuşdur. Və qeyd olunan dəyişikliklərin hər biri göstərir ki, həmin dövrdə olunmuş dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının müdafiəsi, pozulmuş hüquqların qarşısının alınması, eyni zamanda dövlətin öz sosial öhdəliklərinin vəzifə kimi qarşısına qoyulmasından ibarət idi. Bundan başqa 2016-cı ildə də müəyyən əlavə və dəyişikliklər olunmuşdur. Bu zaman Konstitusiyamıza 6 maddəyə əlavə olunmuş, 22 isə dəyişikliklər olmuşdur. Bunların da əsas hissəsi demək olar ki, insan hüquq və azadlıqları ilə bağlı olsa da, müəyyən dəyişikliklər dövlət idarəetmə formasının təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Və onu da qeyd edim ki, 2016-cı ildə referendum vasitəsilə edilmiş əlavə və dəyişikliklərin ümumiyyətlə əsas məramı məqsədi dövlətin idarəetmə formasını müasir dövrə uyğun təkmilləşdirilməsi, prezidentlik institutunun inkişaf etdirilməsindən ibarət idi. Və nəticə etibarilə qeyd olunan dəyişikliklər və əlavələr hər biri Azərbaycan Respublikası Konstitusiyasının təkmilləşdirilməsi və beynəlxalq sənədlərə, beynəlxalq standartlara uyğunlaşdırılması yolunda böyük addımlar idi. Nurana xanım, məlumdur ki, Konstitusiyamızda hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsi, o cümlədən hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir və Konstitusiyamızın əsas hissəsini demək olar ki, insan və vətəndaş hüquq və azadlıqları əhatə edir. Həm təbii hüquqlar, yəni bütün insanlara aid olan hüquqlar, həmçinin də vətəndaş hüquqları Konstitusiyamızda xüsusi çəkiyə malikdir. Gəlin biz Konstitusiyamızda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarına ümumi də olsa nəzər salaq. Heydər müəllimin də qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunarkən böyük bir komissiya təşkil olunmuş və beynəlxalq sənədlər əsas götürülmüşdür. Həm xalqın milli dəyərləri nəzərə alınaraq, həm də beynəlxalq sənədlər nəzərə alınaraq tərtib olunmuşdur. Və Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarına dəyər verən mühüm bir sənəddir. Konstitusiya nəzər saldıqda görürük ki, böyük bir hissəsi demək olar ki, 3-cü fəsil bütövlükdə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Konstitusiyanın özündə demək olar ki, bir fəsildən əlavə birbaşa və yaxud da dolayısıyla bütün maddələr demək olar ki, insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət eləyir. Burada nəzər salmaq istədiyim əsas maddələrdən biri Konstitusiyanın 12-ci maddəsidir. Belə ki, 12-ci maddədə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Eyni zamanda insanların layiqli həyat səviyyəsinin təmin edilməsi də dövlətin ali məqsədi kimi qarşıya qoyulur. Və bu onu göstərir ki, Konstitusiya insanların hüquqlarına, azadlıqlarına nə qədər dəyər verir. Və Azərbaycan Konstitusiyası həm də beynəlxalq sənədləri mühüm sənəd kimi qəbul edir və göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsidir. Bu isə deməkdir ki, ölkəmizin qoşulduğu bütün beynəlxalq sənədlər də hansılarda ki, birbaşa olaraq insan hüquq və azadlıqlarının təmin olunması nəzərdə tutulubdur və ölkəmiz onları qoşulmuş ratifikasiya etmişdir və qanunvericiliyimizin tərkib hissəsidir. Bu, Konstitusiyamızda birbaşa təsbit olunmuşdur. Hansı ki, Azərbaycanın qoşulduğu Ümumdünya İnsan Hüquqları Bəyannaməsi var, Uşaq Hüquqları haqqında konvensiya və digər sənədlər də birbaşa olaraq insan hüquq və azadlıqlarının təmininə xidmət edir. Konstitusiyada göstərilmiş insan hüquq və azadlıqlarına gəldikdə isə onu qeyd etmək istəyirəm ki, 25-ci maddəyə nəzər saldıqda görürük ki, burada bərabərlik hüququ təmin olunmuşdur. Bu isə insanlara verilən bütün hüquq və azadlıqların təmin olunmasına dövlət tərəfindən bərabər yanaşmanı göstərir. Bu hüquq olmazsa digər hüquqların təmin olunması şübhə altında olardı. Və insana məxsus olan ən mühüm və birinci hüquq isə yaşamaq hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasında bu təsbit olunmuşdur və bu hüquq olmadan digər hüquqlar
öz məna və əhəmiyyətini itirir. Yaşamaq hüququ qədər əhəmiyyətli olan digər hüquq isə azadlıq hüququdur. Ümumilikdə isə konstitusiya nəzər saldıqda ümumiyyətlə birinci nəsil hüquqlar, ikinci nəsil hüquqlar deyə kateqoriyalara bölmək də olar. Bunlar hansı ki, insana məxsus təbii hüquqlar, qeyd etdiyiniz kimi sosial, iqtisadi hüquqlar, dövlətin həyatında iştirak hüquqları və s. vardır. Bu hüquqların içərisində mülkiyyət hüququ vardır ki, əsas qanunumuzda göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Hər kəs mülkiyyətinə dair, mülkiyyətindən istifadə etmək, ona sərəncam vermək, ona sahib olmaq hüququna malikdir. Konstitusiyamızda insan hüquq və azadlıqlarının geniş şəkildə yer aldığını görürük və bu hüquqların içərisində eyni zamanda insan və vətəndaşlara məxsus azadlıqlar da yer almışdır. Hansı ki, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, öz fikir və əqidəsini bildirmək azadlığı kimi müddəalar da öz əksini tapmışdır. Və qeyd olunduğu kimi Azərbaycan Respublikasının konstitusiyasının ən ali məqsədi, ən ali məramı məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsindən ibarətdir. Bəli, biz qanunvericilik və icra hakimiyyəti barədə məlumat verdik. Nuranə xanım, məlumdur ki, ölkəmizdə ədalət mühakiməsini məhkəmələr həyata keçirir. Məhkəmə Azərbaycan Respublikasında ayrıca bir hakimiyyət qolunu təmsil edir. Qanunverici və yaxud icra hakimiyyətinə tabe deyil. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti mövcuddur. Gəlin biz ümumi də olsa ölkəmizdə məhkəmə hakimiyyəti bunun fəaliyyətini nəzər salaq. Məlumdur ki, konstitusiyamızın 7-ci maddəsində hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələrinin həyata keçirdiyi təsbit olunmuşdur. Məhkəmə hakimiyyəti hakimiyyətin bir qoludur və dövlətin idarə etməsini həyata keçirir, dövlətin iradəsini təcəssüm etdirir və konstitusiyada təsbit olunduğu kimi ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər məhkəmə hakimiyyətini və Konstitusiyanın 125-ci maddəsində göstərilir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikasının konstitusiyasını, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanununun tələblərini həyata keçirir. Eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarını mülkiyyət formasından asılı olmayaraq müəssisə, təşkilat, qurumların, hüquqi şəxslərin, vətəndaş cəmiyyəti institutlarının hüquqlarını, onların hüquqlarını müdafiə edir, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı qanunvericiliyin tələblərini həyata keçirirlər. Məhkəmələr məhkəmə hakimiyyətini həyata keçirərkən 3 instansiya vasitəsilə həyata keçirirlər. Birinci instansiya apellyasiya, eyni zamanda kassasiya qaydasında şikayətlərə baxırlar və məhkəmələr Azərbaycan Respublikasının adından qərarlarını çıxardırlar. Qərarların qanun yönlü olması o deməkdir ki, qanunlar birbaşa Azərbaycan Respublikasının konstitusiyası və qanunlarının icrası ilə əlaqədardır. Naxçıvan televiziyası, o cümlədən qanunçuluq proqramı olaraq konstitusiya və suverenlik çərçivəsində çalışdıq ki, konstitusiyamızın müddəaları, vətəndaşların hüquq və azadlıqları və hər birimizin üzərinə qoyulmuş konstitusiyon vəzifələri siz tamaşaçılarımızın nəzərinə çatdıraq. Bu il ölkəmizdə məlumdur ki, konstitusiya və suverenlik ilə elan olunmuşdur və sevindirici haldır ki, bütöv Azərbaycan ərazisində Azərbaycan Respublikasının milli konstitusiyası ali qüvvəyə malikdir. Mən maraqlı müsahibə üçün qonaqlarımıza öz minnətdarlığımı bildirirəm və xatırlatmaq istərdim ki, studiyamızın bugünkü qonaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Ombudsman Təsisatının əməkdaşı Nuranə Kərimova və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Rəmzi Həsənov idi. Sağ olun, növbəti verilişdə görüşənədək. Sonda bir daha qətiyyətlə əmin etmək istərdim ki, vətəndaşı olduğumuz Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır. Müstəqilliyin və suverenliyin əbədi olsun Azərbaycan. Sağ olun.